Qələvi xoranın digər xoralardan fərqi nədir? Tibbdə qələvi xora diaqnozu təsdiqlənməsə də, biz bu hallara praktikada daha çox qələvi öd-biliar refleks fonunda yaranan mədə xəstəlikləri və xoraya rast gəlirik. Qələvi xora adından bəlli olduğu kimi qələvinin mədənin selikli qişasında zədəsindən yaranır. Bu zaman 12 barmaq bağırsaqdakı öd və pankreas şirələri geriyə mədəyə doğru qayıdaraq qıcqırma, göynəmə, yanğı və sarımtıl, yaşılımtıl rəngli qusuntu ilə simptomlarda özünü göstərir. Və mədənin selikli qişasını zədələyən qələvi daha çox digər xoralardan fərqi ondadır ki, bu zaman müalicə prinsipində dəyişiklik olur. Digər xoralarda daha çox proton inhibitorlarına üstünlük versək də, qələvi xoralarda əsas iş prinsipimiz öd axınını bağlamaq, prokinetiklər və düzgün qidalanmaya riayət etməkdir. Yaranma səbəbinə gəldikdə isə qələvi xoranın digər xoralardan fərqi ondadır ki, daha çox öd əməliyyatları sonrası, mədə əməliyyatı sonrası və pilor qapağının zədələnməsindən sonra qələvi xoranın daha çox rast gəldiyini müşahidə edirik.